Xroniki böbrək çatışmazlığı adından bəlli olduğundan xroniki hallarda, böbreyin xroniki xəstəliklərinin nəticəsində baş verir. Pielonefrit, xroniki glomerulonefrit, böbrək daşı xəstəliyi, böbrək sidik axarının daşları, böbrəklərin polikistozunda, böbrəklərin şişində xroniki böbrək çatışmazlığı inkişaf edə bilər. 35-55 yaş arasında daha çox rast gəlinir xroniki böbrək çatışmazlığı, şəkərli diabet və arterial hipertenziyanın vaxtında müalicə olunması hansı da xroniki böbrək çatışmazlığına gətirib çıxarır. Bel nahiyəsində ağrılar olduqda, sidikdə yandırma, göynəmə olduğu təqdirdə, ürək bulanma, qusma artıq xroniki böbrək çatışmazlığının üzdə olmasını göstərir. Yəni bu vaxtı artıq xəstələr sidik ümumi analizi, biokimyəvi analizləri, ultrasəs müayinəsindən keçməli və müvafiq olaraq nefroloqun nəzarəti altında olmalıdırlar. İnsanlar ən azı gün ərzində 2 litr maye qəbul etsinlər, duzlu, istiyotlu yeməklərdən uzaqlaşsınlar, spirtli içkilərdən, tütün məmulatlarından mümkün qədər az istifadə etsinlər 6 aydan bir. Müayinələrdən keçməlidir böbrək tərəfindən və müvafiq nəsə aşkarlanarsa, cüzi miqdarda da böbrəkdən zədələnmə olarsa, vaxtında onu aşkarlayıb, vaxtında müalicə etmək olar.